Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ölkənin biotəhlükəsizlik statusunun daimi nəzarətə saxlanması məqsədi ilə xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir. İnstitutun tabeliyində heyvan sağlamlığı istiqamətində müayinələrin aparılması üçün 8 stasionar, 3 çadır və 1 maşın tipli 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalar fəaliyyət göstərir. Bu laboratoriyalar xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostikası üçün zəruri olan müasir maddi texniki baza ilə təchiz edilib. Laboratoriyalarda müayinələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatlarına uyğun olaraq peşəkar kadrlar tərəfindən beynəlxalq tələblərə cavab verən diaqnostik dəstlər vasitəsilə həyata keçirilir. Eyni zamanda əməkdaşlarımız səriştəliyini təmin etmək üçün bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təşkil etdiyi səriştəlik sınaqlarına qatılıb və uğurlu nəticələr əldə etmişlər. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun heyvan sağlamlığı istiqamətində fəaliyyət göstərən laboratoriyalarının hər biri Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyası, həmçinin Türkiyənin Türkak Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunmuşdur. Stasionar laboratoriyalarla yanaşı 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaların imkanlarından da epizotoloji monitorinqlər zamanı geniş istifadə olunur. Bu, xüsusi təhlükəli xəstəliklərin baş verdiyi hallarda hadisə yerində müayinələrin operativ aparılmasına, eləcə də qabaqlayıcı və nəzarət tədbirlərinin səmərəli həyata keçirilməsinə şərait yaradır.